Bugün mən sizə uşaqlarda yuxu ilə dəmir azlığı haqqında danışmaq istəyirəm. Çox valideynlər düşünür ki, uşaq pis yatanda ya dişi ağrıyır, ya qarnı ağrıyır, ya acdı kimi səbəblər ortaya çıxardır. Lakin uşağın keyfiyyətli yuxusu dəmirə bağlıdır. Valideynlər çoxu düşünür ki, dəmir ancaq qan üçün lazımdır, amma eyni zamanda dəmir beynində iki vacib hormonun yaranmasına köməkləyir. Dopamin və serotonin. Dopamin bu diqqət, balans, sakitləşdirmə, serotonin isə emosiyaları və yuxunu tənzimləyir. Əgər bu iki hormon beynində az ifraz olunursa, təbii ki, bu yuxu rejimini tamamilə poza bilər. Dəmir azlığı əgər varsa, bu nəyə gətirir, çıxardır? Tez-tez oyanır, gec yuxuya gedir, yuxudan narazı durur. Bu kimi hallar baş verir. İkincisi, dəmir azlığı narahat ayaqlar sindromu kimi ortaya çıxa bilər. Bu uşaqlar, əsasən balaca uşaqlar yuxuda ayaqlarını çox oynadırlar, çox çırpırlar. Eyni zamanda yuxudan oyanıb ana ayağım ovuşdur kimi ifadələr səslənir. Üçüncüsü, dəmir azlığı yuxunun üçüncü fazasını, yəni dərin yuxuya getmək fazasını pozur. Dördüncüsü, tez-tez oyanan uşaq, yəni dərin yuxuya getməyən uşaq immuniteti zəiflədir. Niyə? Çünki dərin yuxu immunitetin yenilənmə anıdır. Belə uşaq tez-tez xəstələnir, narazı olur, hiperaktiv olur. Əgər siz valideynlər qeyd etdiyim sindromları, simptomları və yaxud da şikayətləri müşahidə edirsinizsə, o zaman bu uşaqda bir qan analizi, dəmir və feritinin yoxlamağına fayda var.